Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizin üçün OTK sınağının 11-ci sinif 3-cü qrup üzrə sualların izahatı ilə tanış edək. Suallarımıza keçid alaq. 31-ci sualda deyir ki, düzgün cavabı müəyyən edin. 1870-ci il kəndi əsası dövlət kəndlərinə aiddir, ümumiyyətlə sahibkar kəndlərinə aiddir. 19-cu əsrin 90-cı illərdə Yelizavetpol və Şuşada şəhər özü idarəsi tətbiq edildi. Bunu saxlayırıq. 20-ci əsrin əvvəllərində Nobel qardaşlar şirkəti. Nobel qardaşlar şirkəti 1879-da yaradıldığı üçün doğru götürmürük. Bakıda buruq üsulu ilə ilk neft quyusunun Balaxanı kəndlərinin məcburi əməlinin ləğvindən sonra qazıldı. Xeyr. 1848-ci ildə qazılmışdı. Balaxanı kəndlərinin məcburi əməyi 1864-cü ildə olduğu üçün D-ni də götürmürük. Kənd cəmiyyətinin ictimai idarəsi haqqında əsasnamənin mülkədarların kəndlər üzərində hakimiyyəti daha da möhkəmləndi. Xeyr, əslində polis və məhkəmə hüququ əlindən alındı. Uyğun cavabımız B variantı olacaqdır. Digər bir sualda L-Venn diaqramına əsasən uyğun bəndlər müəyyən edin. Amid döyüşü, Dizrav döyüşü. İndi baxırıq burada. Deməli, Sasani-Alban qoşunlarının qələbəsi ilə başa çatan Amid döyüşüdür. Roma imperiyasının qoşunlarının iştirak etmişdi. Hər ikisində iştirak edib imperiyasının qoşunları. Almukolt vilayətini itirmişdi Dizravda. Deməli, 4-cü əsrin birinci yarısında baş vermişdir. Xeyr, bunlar 359-371 olduğu üçün ikinci yarısındadır. Heç birinə aid deyil. Alban hökmdarı Urnayrın dövründə baş verib. Hər ikisi Urnayrın dövründə baş verib. Deməli, bir də A, 2-də C, bir də A, 2-də C, 3-də isə B-yə uyğun cavabımız B variantı olacaqdır. 32-ci suala baxdıq. Növbəti 33-cü suala baxırıq. 33-də. Burada qeyd edilir ki, xanlıq ləğv olunandan sonra Mirəsən xan Qacar dövlətini sığınmışdı. Onun rəhbərliyi altında başlamış üsyanın qarşısını almaq üçün Azərbaycanın digər bölgələrində yerləşən Rusiya qoşunları da köməyə getdi. Təqiblərdən yaxa qurtarmaq üçün bir qrup üsyançı Mirəsən xanla birlikdə Cənubi Azərbaycana qaçdı. Bu Lənkəran üsyanıdır. Talış yaxud Lənkəran üsyanı. İndi burada qeyd edilir ki, mətndə bəhs edilən üsyandan fərqli olaraq Hacı Məmmədin başçılıq etdiyi Quba üsyanı üçün xarakter idi. Üsyandan sonra yasaqlı tərif tətbiq olunmağa başladı. Yanlışdır. Müstəmləkəçilik ortaq cəhətdir. Müvəqqəti idarə Car bələkəndə idi. 19-cu əsrin 30-cu illərində baş verməsi ortaq cəhətdir. Üsyana Şeyx Şamilin dəstək verilməsi doğrudur. E variantıdır. 34-cü sualda uyğunluq gözlənilmişdir. Sənətkarlıq müstəqil sahə çevrildi. Birinci ictimai mənbəlik bölgüsü. Xeyr. Son Tunca aiddir. Kür Araz mədəniyyəti Səcəvidir. Orta Tunc. Xeyr. Erkən Tunca aiddir. İnsanlar heyvanlar əhəlləşməyə başlamışdı mezolitdə. Əhəlləşdirməyə başlamışdı mezolitdə. Burada doğru cavabımız C-dir. Neandertal insan orta paleolitə aiddir. İlk şəhər mərkəzi isə Orta Tunc dövrünə aiddir. 35-ci suala baxırıq. Osmanlı Sultanı 1-ci Muraddan fərqli olaraq İldırım Bəyazit Bolqarıstanın asıl ala salıb. Bu Bolqarıstanı əslində Murad asıl ala salmışdır. Niqbol döyüşünə qələbə qazanıb düzdür 1396 Bolqarıstan fəthini başa çatıb. O da 4-cü əsr hakimiyyəti olub, ortaq cəhət olduğu üçün götürmürük. 2-ci Mehmet paytaxtı Yeni şəhərə köçürüb. 1-ci Murad da Ədirnəyə köçürdüyü üçün ortaq cəhətdir, götürmürük. Məsələn, 1-ci Murad Ədirnəyə, 2-ci Mehmet İstanbula köçürmüşdü. Trabzon krallığına son qoymuşdur. 1461-də Mehmetə aiddir. Ağqoyunlu Bayanurlu dövləti ilə müharibə aparmışdır. Bəli, bu da 2-ci Mehmetə aid olan xüsusiyyətlərdir. Məsələn, Malatya Otluqverli döyüşlərini götürmək olar. Deməli, 1-də B, 2-də BC uyğun cavabımız C variantında verilib 35-ci sualda və 36-cı suala baxırıq. Cədvələ əsasən doğru cavab müəyyən edin. Salarilər dövlətindən fərqli olaraq Sacilər dövləti, Şirvanşahlar dövlətini asıla salıb ortaq cəhətdir. Marağa şəhərini paytaxt çevirmişdi, doğrudur. Xilafət qoşunlarını məğlubiyyətə uğratmışdı, doğrudur. Yəni bu Sacilər dövlətinə aid olan xüsusiyyətlərdir. Rəvadilər dövlətindən fərqli olaraq Şəddadilər dövləti Səlcuq 1-ci Toğruldan asılığı qəbul etmişdi. Hər ikisi Toğruldan asılı qəbul edib. Bu yanlışdır. Alan tayfalarının yürüşünə məruz qalmışdır, doğrudur Şəddadilər. Buna görə də Gəncə qala qapılarının inşa olunub. Təbriz şəhərini paytaxta çevirmişdir. Bu Rəvadilər aiddir, Şəddadilər aid deyil. Deməli, 1-də BC, 2-də B cavabı olur. 1-də BC, 2-də B C variantında göstərilib. Digər bir sualda göstərilərin hər üçü aiddir. 20-ci əsrin 60-cı illərin hakimiyyəti olmuşdu. Sədri Oktay Rəfiqi olmuşdu. Başlıca məqsədi rəhbər vəzifəsinin Azərbaycanlıların olmasına çalışmaq idi. Bu, təbii ki, Milli Azərbaycan qərargahına aiddir. Burada da uyğun cavabımız C variantında verilib. 38-ci sualda Hülakü xanın Şirvanşah 1-ci İbrahimin fəaliyyətinə aid ümumi cəhət, Cəlaliri Şeyx Üveysin məğlubiyyətə uğradılması.
Cəlali Şıxıves bunların heç birinə aid deyil. Ümumi cəhət. Marağa şəhərinin paytaxtı seçilməsi bunların heç birinə aid Hülaku xanım dövründə baş verib. Qızıl Ordu dövlətinə qarşı mübarizə aparılması deməli ola bilər. Bəli, 1-ci İbrahim dövründə də olub, Hülaku xan dövründə də Qızıl Orduya qarşı mübarizə aparıblar. C-dir. Tiyul Səfəvilər dövründə olduğu üçün götürmürük. Teymuri dövlətinə qarşı mübarizə ki, İbrahimə aiddir, Hülaku xana aid deyil. Digər 39-cu sualda Səfəvi Osmanlı müharibələrinə aid yanlış bəndi müəyyən edin. Yanlış bəndləri müəyyən edin. Aid olan yanlış bəndləri müəyyən edin. Deməli 16-cı əsrin birinci yarısı. Burada yanlış olanları. Səfəvi Osmanlı dövləti Səfəvilər Osmanlı dövləti əleyhinə Rusiya ilə müqavilə bağlanmışdır. Bu aid deyil. Deməli daha doğrusu bu ikinci yarısına aid, birinci yarısına aid deyil. Deyək ki, Osmanlı əleyhinə. Sultan Səlimin Təbrizi ələ keçirməsi birinci yarısı olduğu üçün burada deyir ki, yanlış bəndi aid olan yanlışları seçin. Deməli, yanlış olanlardır. Birinci Səlimin Təbrizi ələ keçirməsi yanlışdır, götürə bilərik. Osmanlı ordusunun Buğurt qalası yaxınlığında məğlubiyyətə uğraması 1554 olduğu üçün bu 16-cı əsrin ikinci yarısına düşür. Bu da yanlışdır. Deməli, bir də yalnız B qalır. Deməli, bir də yalnız B qalır. Diqqətlə baxaq. Burada yanlış cavabı deyir. Birinci yarısı Sultanı Təbrizi. Daha doğrusu bir doğrudur. Bunlar yanlış cavabları götürməliyik biz. Yanlış cavablar olduğu üçün birinci yarısını AC olmalıdır. Birinci yarısını AC olmalıdır. Burada da AC olan bircə variantdır. 2-də də deyir ki, 2-də də yəqin ki, A variantıdır. Çuxursad bəylərinin Səfəvilərin hakimiyyətinin bərpa edilməsi, bəli, Çuxursad vilayətinin Səfəvilərin hakimiyyətinin bərpa edilməsi 16-cı əsrin ikinci yarısı, yəni İrəvanın tutulması ilə bağlıdır. Bu yanlış olandır. Biz onu doğru götürəcəyik. Yəni Krım xanı Adil Gələnin qoşunlarının Osmanlı dövlətinə kömək etməsi 1578 16-cı əsrin ikinci yarısına düşür. Düşürsə deməli bu yanlışdır. Bizdə isə yanlış istəyir. O Şirvana daxil olması da aiddir Çıldır döyüşündən sonra. Deməli burada da yalnız A qalır. Deməli sualın doğru cavabı C variantında verilib 39-cu sualda. Və növbəti 40-cı suala baxaq. 40-cı sualda qeyd edilir ki, məntiqi ardıcılığı tamamlayın. Xəzərlərin Safalan dağı yaxınlığında döyüşdə qələbə qazandılar. Xəzərlərin hücumu Hilət şəhəri yaxınlığında dayandırıldı. Xəzərlərin Alban hökmü Cavanşir ilə sülh bağlamadıdır. Bu Ərəb-Xəzər müharibələrinə aid olan xüsusiyyətlərdir. Ərəb-Xəzər müharibəsi başlandı, yanlışdır, başlanmışdı artıq. İqamətgah Bərdəyə köçürməsinin əlaqəsi yoxdur. Ərəblər Xəzərləri Azərbaycandan çıxartdılar. Mehranilər sülaləsi ilə də bağlılığı yoxdur. Burada ərəblər Xəzərləri Azərbaycandan çıxartdılar. Bəli, Hilət döyüşündən sonra. D variantı uyğundur. 41-ci sualda xəritədə verilmiş dövlətlərin 19-cu əsrin ikinci yarısında yürütdüyü xarici siyasətinə aid olan xüsusiyyəti müəyyən edin. Burada məsələn 1 İtaliya verib, 2 İngiltərə, 3, 4 Fransadır, 5 Rusiya, 3 Osmanlı dövlətinin ərazisi göstərilib. İndi burada deyir ki, 3-4 Tiryək müharibəsinin iştirakçısı olub. 3-4. Osmanlı Tiryək müharibəsində iştirak etməyib. Krım müharibəsinin iştirakçıları olub, bəli. Krım müharibəsi 53-56-cı illərdə. Deməli, burada Osmanlı ilə Rusiya iştirak edib. Burada uyğun cavabımız B variantı olar. Sipahilər üsyanı, məsələn, Osmanlının sipahiylərin əlaqəsi yoxdur. San Stefano 1-5, məsələn, İtaliyanın San Stefano ilə əlaqəsi yoxdur. Navarin 2-3 göstərilib. Məsələn, buradan Navarin döyüşündə müttəfiq olmuşdur. Əslində İngiltərə, Fransa Osmanlı məğlubiyyətə uğradıb, ona qarşı çıxıb. Ona görə də burada elə B variantı uyğundur. Digər bir sualda uyğunluq gözlənilmişdir. AFR-in şərq siyasətinə həyata keçirilməsi ADR-lə dövlətlər arası münasibətin pozulması, əslində yaxınlaşmasıdır. Watergate məsələsinin baş verilməsi, ABŞ prezidenti Harry Truman'ın istifa verilməsi. Harry Truman deyildi bu. Bu deməli Richard Nixonun dövründə baş verən hadisədir. Fransada 1958-ci ildə konstitusiyanın qəbul edilməsi 4-cü respublikasının qurulması 5-ci respublikası idi. 1-ci Çeçen Rus Respublikasının Krımın 94-96-dadır. Bu Krımın ilhaqı 2014-dədir. Deməli Y variantı uyğun cavabdır 42-ci sualda və növbəti 43-cü suala baxırıq. Teymuri hökmdarı dövləti və Böyük Monqol imperiyası üçün oxşarlıqdır. Deməli Böyük Monqol Dehli sultanlığı ilə mübarizə aparması.
Bəli, Teymurilər dövləti də, Böyük Monqol imperiyası da Delhi sultanlığına qarşı mübarizə aparıb. Biz məsələn bunu müxtəlif dövrlər, Əladdin Xələcin dövründə, Eltutmuşun dövründə, Qiyasəddin Balabanın dövründə Teymur özü də Delhi sultanlığına hücum edib. Erkən orta əsrlərdə əsasını qoyub klassik feodalizmdir. Paytaxtı Pekin şəhərinə Böyük Monqola aiddir. Xarızmşah Cəllallı ilə mübarizə aparan Böyük Monqoldur. Deyək ki, Qızıl Ordu hökmdarı Toxtamışın məğlubiyyətə uğradılması isə Teymurilər dövlətinə aiddir. Deməli, elə A uyğun cavabdır. Digər 44-cü sualda daha əvvəl olmuşdur. Naxçıvanda Əliyə qalasının inşa edilməsi bu 9-cu əsrə aiddir. Yusif ibn Kiseyir 12-ci əsr, Rəbi Rəşid Məci 14-cü əsrə aiddir. Şirvanşahlar 15-ci əsrdə, Təbrizdə Həştbeş Sarayı isə 15-ci əsrə aiddir. Yəni burada Əliyə qalasının inşa edilməsi daha əvvəl olub. A uyğun cavabdır. 45-ci sualda Göytürk hökmdarı Muğan xaqanının cədvələ aid olan hökmdarlara oxşar cəhəti. Böyük Karla yeni sülalənin əsası qoyub. Muğan xan yeni sülalənin əsasını qoymayıb. Böyük Karla da aiddir. Pine yarımadasının yarımadası ərəblərin məluməsi Böyük Karla aiddir. Oxşar cəhəti deyir. Muğan xaqanın cədvəldə adı verilən hökmdarlara oxşar cəhətini deyir. Bu da yanlışdır. Avarlara qarşı mübarizə aparıb. Hər ikisi avarlara qarşı mübarizə aparıb. C-ni götürürük. Bilgə xaqandan biri Çinlə mübarizə. Deməli, Muğan xaqan Çinlə mübarizə aparıb, doğrudur. Paytaxt dəyişikliyi elə etməsi Bilgə xaqana aid deyil. Sasani dövləti ilə sülh müqaviləsi də Muğan xaqanın dövründə baş verib. Deməli, 1-də C, 2-də A doğru cavabımız D variantında verilib. Digər bir sualda Hümmət təşkilatının yaradılmasının əsas məqsədi birinci dövlət dumasının müsəlman fraksiyasını formalaşdırmaq, xeyr. Bolşevik ideologiyasını gücləndirmək, xeyr, əslində. Ərsanlarla da bağlılığı yoxdur. Azərbaycan fəhlələr arasında iş aparmaq, siyasi iş aparmaq. Doğru cavabımız D variantında verilib 46-cı sualda. Və növbəti 47-ci suala baxsaq. 47-ci sualda deyir ki, 1918-ci sentyabrında Almaniya, İtaliya və Fransanın iştirak etdiyi Münhen konfransı keçirilib. İngiltərə Fransa südetinin Almaniya ilhaq edilməsinə qarşı çıxmadı. Sakitləşdirmə siyasəti yürüdən İngiltərə və Fransa müttəfiqləri olan Çexoslovakiyanı müdafiə etmədiyi üçün nüfuzdan düşdü. 1939-cu ildə Almaniya bütün Çexoslovakiyanı işğal etdi. Mətndə bəhs edilən proses nəticəsidir. Hitler ilk dəfə Almanların yaşamadığı bir ölkəni işğal etdi. Doğrudur. Millətlər Cəmiyyətinin onsuz çıxmışdı 33-də. Versal müqaviləsinin şərtlərinə riayət edildi, xeyr, edilmədi. Avropada müharibə alovlanması şərait yarandı. Doğrudur. Münhen konfransı. Yəni burada 2 ilə 3 yanlışdır. 2, 3 olan variantlar yanlışdır. Burada yalnız 4 ya 1, 4 olmalıdır. Burada 1, 4, yəni C uyğun cavab olur. Digər bir sualda 395-ci ildə Vizanti, Konstantinopol şəhəri təbii ki, Roma imperiyasının paytaxtı olub. Yəni onda bölünməmişdi. Ona görə burada sualın doğru cavabı konkret olaraq E variantıdır. Digər bir sualda Azərbaycan torpaqlarının azad edilməsinə aid sxemi müəyyən edin. 18-ci əsrin 30-cu illərində Xəzər sahil torpaqlar, Ağdam, Xankəndi, Laçın. Biz burada görürük ki, Vətən müharibəsindən sonra bunlar 10 noyabr bəyanatına əsasən döyüşsüz olaraq həmin torpaqlar verilməli idi. Eyni zamanda ruslarla bağlandığı müqaviləyə görə də, Gəncə müqaviləsinə görə Xəzər sahil torpaqlar ümumiyyətlə döyüşsüz verilirdi. Ona görə də burada A variantı ilə doğru cavab olacaqdır. Və digər 49-a baxdıq və 50-ci suala baxırıq. Atropaten hökmdarları Artabazan, Artabazd, Aryavazd. Deməli, burada indi bunlara uyğun olan xüsusiyyətləri, qeydlərimizi aparırıq. Yeni dövlətin əsasını bunlardan heç biri qoymuyor. Selevkilər dövlətinin asılılığını qəbul edib Artabazan, B Artabazan aiddir. Selevkilər dövlətinin Atropatitlər sülaləsi sonuncu nümayəndəsi Aryavazdır. Aryavazd. Oktavian Avqustun köməyi ilə hakimiyyətə gəlmişdir. Oktavian Avqustun köməyi ilə hakimiyyətə gəlmişdir. Bu Aryabarzan olmalıdır. Yoxdur. Roma qoşunları üzrə qələbə qazanan isə Artabazdır. Deməli, Y bəndi gedir 2-yə. Deməli, 1-də B olmalıdır. 2-də Y olmalıdır. 3-də C uyğun cavabımız B variantında verilib. Digər 51-ci sualda deyir ki, göstərilənlərin aid olduğu ərazini xəritədə müəyyən edin. Eradan 3-cü minliyə aid şəhər xarabalıqları aşkar olmuşdu. 3-cü əsrin 2-ci əsrində ərazi və aid dövləti birləşdirmişdi. Asan hesablanma qaydası. Təbii ki, bu Hindistana aid olan xüsusiyyətlərdir. Burada da 4 uyğun cavabımız D variantında
verilib 51-ci sualda. Növbəti 52-ci suala baxsaq, burada qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyətinə aid uyğunluğu müəyyən edin. Məsləhətlər Məclisinin seçkilər haqqında əsasnamanı qəbul etməsi, bir palatalı parlamentin yaradılması. Parlament yaradılmışdı bu dövrdə. Seçkilərin keçirilməsi 19-cu ilə aiddir. Parlament 7 dekabrda yaradılmışdı əslində. 1919-cu ilin Tiflisdə sazişin imzalanması axırıncı Gürcüstan Respublikası, Gürcüstanla deyildi, Ermənistanlandır. Deməli, məktəblərin birləşdirilməsi haqqında deməli 2 doğru cavab qalır. Məktəbin birləşdirilməsi haqqında qanun qəbul edilməsi, ibtidai təhsilin türk dilinin tədrisinə məcburi hesab olunması doğrudur. Gürcüstan hərbi paktı D2-nə qarşıdır, doğrudur. Deməli, 3 ilə 4 A variantı doğru cavab göstərilib. Digər bir sualda xəritədə Uludağ verilmiş şəhərin 17-ci əsr tarixini, bu İrəvan ərazisi göstərilib bu ərazidə. Cəlalilər hərəkatının böyük çıxışı Təbrizdə baş verib. Şah Abbasinin Osmanlı işğalından azad edilməsi 1604-də düzdür. Qəsr Şirində Səfəvilərdə qalıb, doğrudur. Səfəvilər dövründə Bəylərbəylidən birinin mərkəzi olmuşdur. Bəli, məsələn, Çuxursəd Bəylərbəyinin mərkəzi olmuşdur, doğrudur. Stepan Razinin qarşısı yürüyüşünə məruz qalmayıb, yanlışdır. Deməli, 2, 3, 4 uyğun cavab olacaqdır 53-cü sualda. Və 54-cü suala baxırıq. 1994-cü ildə keçən Budapeşt samitində Minsk qrupunun yaradılması doğrudur. Deməli, Minsk qrupu yaradılır. Bakı-Tiflis-Ceyhan haqqında çəkilməsi haqqında sazişi 99 olduğu üçün götürmürük. BMT üzv 92-ci ildə üzv olmuşdu, aid deyil. Deməli, ATƏT dəyişdi, ATƏM adı ATƏM adlandırdı. 1-4 uyğundur. Böyük Səlcuq İmperiyası və ATƏBlər dövlətinin tarixi üçün ortaq cəhətdir. Şirvanşahlar dövlətinin asılı salınması, hər iki asılı salınıb. Gürcü qoşunların məğlubiyyətə uğradılması da oxşar cəhətdir. Erkən feodalizmdə deyil, klassik feodalizmdədir. Slavyan yürüşlərinə qarşı mübarizə aparmayıblar. Tiflis müsəlman əmirliyi dostluq münasibətlərinin qurulması. ATƏBlər dövründə Tiflis müsəlman əmirliyi heç yox idi. 1122-ci ildə süquta uğramışdı. Ona görə 1-2 uyğun cavabdır. 56-cı sualda xronoloji ardıcılı müəyyən edin. Qubalı Fətəli xanın Ərdəbil meşkiləri keçirməsi 1784, Salyanın Quba xanlığı birləşməsi 1757, Ağa Məhəmməd xan Qacarın Tiflis tutması 1795, Urmiyalı Fətəli xan Qarabağ hücumu 1759-dur. Deməli, burada əvvəlcə olmalıdır 2, sonra 4 olmalıdır, 2, 4, 1, 3 olmalıdır. Burada olur 2, 4, 1, 3 uyğun cavab. Digər 57-ci sualda baxırıq. 1-ci Pyotr və 2-ci Yekaterina. 1-ci Pyotr və 2-ci Yekaterina aid olan Rəşd müqaviləsini imzalanmışdır. Rəşd 1732-də bunda Pyotr yox idi heç. Sibir xanlığının varlığına son qoymuşdu. Pyotrdan əvvəl 1598-ci ildə idi o. İki qaynaqca sülhü Yekaterinanın dövrünədir. Krım xanlığını ilhaq edən də Yekaterinadır 1783 dedi. Poltava 1709-dur. Şimal müharibəsi dövründə 1-ci Pyotr'a aiddir. Deməli, bir də Y, 2-də C-də uyğun cavab olacaqdır 57-ci sualda. Və növbəti suala baxırıq. Burada deməli, situasiya tip tapşırıqlarda bunu özünüz də yerinə yetirə bilərsiniz. Burada da yenə situasiyası baxmaq üçün yəni diqqətlə baxın. Mənbəyi diqqətlə nəzərdə keçirin və burada cavabları qeyd edə bilərsiniz. Yəni cavabları rəy bölməsində qeyd edə bilərsiniz. Diqqətiniz üçün təşəkkür və minnətdarlığımızı bildiririk. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Çox sağ olun.